əli güclənir, Amerikanın əli güclənir. Müzakirədə İran bir zəif bir duruma düşür. Ona görə bu məsələ kiçik bir məsələ deyil. İranın mediası çalışır ki, Bəndər Abbas məsələsini çox kiçik, belə eşidə bir dənə özləri də bugün də elan etdilər. Dedilər ki, İranın Güvənlik Komisyonunun başkanı dedi ki, əslində çox bu doğal bir şeymiş, bir dənə bir bilməməzlikdən, iştibahdan, Peşinonun iştibahından belə bir hadisə üz vermişdi. Halbuki bu iştibahdan deyil. Məyə olar mı bu şəraitdə indiki durumda? Niyə və bu iştibah 5 il bununla bax, 10 il bununla bax olmur? Siz məyə qabaqdan raketlər düzəltmirdiniz? Siz məyə orada elə bu demək polkovati stadiumu məyə içindən gətirmirdiniz? Niyə bu heç vaxt olmadı, indi olur? Yəni bunlar hamısı göstərir ki, burada müəyyən bir güclərin əli var. Bunu nə vaxt deyirlər? Bunun da üstündə bir neçə çıxandan, keçəndən sonra görəcəksiniz ki, ay Netanyahu məsələn qüdrətdə deyil, nə haradadır, deyəcək ki, biz o zaman bu məsələdə bizim əlimiz var. İş işdən keçib olub tarixi bir məsələ. Yəni mən məsələn belə görürəm və İran rejiminin çətin bir duruma düşdüyünü görürəm. Ay Pezeshkian Azərbaycandan birbaşa getdi Bəndər Abbasa və orada öz o şeyin göstərdi, narahatlığın göstərdi. Hətta mən eşitdim ki, ağladı, elədi orada filan. Yəni bunun o şəxsi bir məsələsinə qayıdı, o duygusallığına qayıdı. Bir də buna qayıdı ki, doğrudan bu Azərbaycancıdır, amma İrancı Azərbaycancıdır. Yəni Azərbaycanı sevməsi İranla sevir Azərbaycanı. Yəni məsələlər qatmamalı bir-birinə. Biz görməliyik ki, Ay Pezeshkian kimdir? Ay Pezeshkianın kimliyi ilə o intizarlarımızı qabağa aparmalıyıq. Yoxsa biz onu elə sırfən belə Azərbaycanın milli mənfəətini qabağa aparır, bu belədir, başı şir başına bənzər, bunu pişəvəri etmək yanlışdır, yanlışdır. Təşəkkür edirəm Mahmud bəy. Əgər başqa bir münasibətim var, bir danışıq 3 dəqiqə ərzində ta qonumuzu demək olar, bugünkü danışığımızı burada sona çatdıraq. Vallahi mən təşəkkür edirəm. Məsələ çox önəmlidir. Mən fikirlərim ki, Pezeshkianın başa gəlməsi milli hərəkatımıza yeni bir güc qatdı. Baxmayaraq ki, demək biz haşiyələrdən qazanırıq. Haşiyələr bizim milli hərəkatı gücləndirir. Amma heç önəm daşımır. Bu haşiyə eləyə bilir bizim milli oyanış mərhələmizdə müəyyən bir rol oynayır. Biz buna pozitiv yanaşırıq. Eyni halda intizarımızı da dərhəttə bir dənə Azərbaycancı türkçü yox. Bir dənə İrancı Azərbaycancının baxışı ilə qabağa aparmalıyıq. Ki İran sevdası vardı və belə məsələyə gedir. Amma bununla yanaşı, bu məsələdən də yanaşı mən bir dəqiqədə başqa bir şey işaret etmək istəyirəm. Demək, cənab Əzimi Qədimi bir dənə yazı verib eşiyə və orada demək ki, o qədər ki mən bildim, Ay Möhsen Ləngərnişinin edamı verilibdir. Onun edamı ilə bağlı çox nicrançılıqlar elə hər yerdə gedir. Ay Əzimi Qədim deyir ki, mən bir il bundan bir yerdə olmuşam, bir sillulun içində olmuşuq. Mən bunu tanıram, bu nə qədər o töhmətlər ki buna vurulubdur. Elə həm o töhmət edəmdir ki, bizlərə vurulubdur. Töhmət vuran aynı mənbə aynıdır. Ona görə onun edam olmamasını istəyirdi. Mən də buradan Ay Əzimi Qədimiyə qatılıram. Eyni halda o Ay Möhsen Ləngərnişinin azad olmasının, edam olmamasını tələb edirəm. Eyni halda Kərim İsmailzadə ya Kərim Bokserin canı çox təhlükədədir. Ona yeni suçlamalar gedir. Onunla bağlı da öz nifrətimizi fas şovinist rejiminə bildiririk ki, bizim milli hərəkatımızla çox belə sən baş-başa qoşmacına. Yadında qalsın ki, bizim milli hərəkat 29 bəhmən yaradan bir hərəkatdır və bu hərəkat getdikcə güclənir. Təbrizdə əgər 120 min nəfər bir dənə futbol maçına gedir, o 120 min nəfər 100 minlər olub xiyabana tökülə bilər. Ona görə bizim milli fəallarımızdan çox sən belə şaqqı eləməcəksən, şuxluq eləməcəksən. Və düşünməyinlə ki, bu millət elə bu cür rahatlıqla görmür, səsini çıxartmır. Yeri gəlsə, millətimiz istədiyi kimi azadlıq, ədalət, milli hükümət deyərək xiyabanlara tökülər. Və bununla bağlı da sizdən də təşəkkür edirəm ki, bu imkanı mənə yaratmışdınız. Biz təşəkkürümüzü bildiririk dəyərli Sayın Mahmud birinci cənabları, Cənubi Azərbaycan Demokrat Partiyasının sözçüsü və habelə dostlar ki, oturdular bizi
dinlədilər, gördülər, eşitdilər və ya sonra görüb eşidəcəklər oradan da öz təşəkkürümü bildirirəm. Çox sağ olun, yaşayın, hamınız Allah tapışır.